MHM Tədris Mərkəzinin biologiya müəllimi Heydərova Səbinə. Bugün sizlə birlikdə kursumuz tərəfindən keçirilmiş növbəti MİQ və sertifikasiya sınaq imtahanında istifadə olunan sualların izahlarına baxacağıq. Birinci sualda deyilir ki, ailə üzvlərinin hüceyrələrində cinsiyyət xromosomlarının nisbəti 21X-in 5Y olarsa, ailədəki somatik hüceyrəsinin xromosom müxtəlifliyi 24 olan fərdlərin xromosom müxtəlifliyi 23 olan fərdlərə nisbəti neçə olar? Bildiyimiz üzrə somatik hüceyrədə 24 xromosom müxtəlifliyi yalnız kişilərdə olur. Çünki onlarda cinsiyyət xromosomlarında həm X, həm Y var. Yəni 22 autosom xromosom müxtəlifliyi yaradır. Cinsi xromosomunda 2 dənə müxtəlifliyi olduğu üçün 24 eləyir. Amma qadınlarda cinsi xromosom sadəcə X-dir. Ona görə də 1 müxtəlifliyi yaradır və qadınlarda somatik hüceyrədə də, qametdə də xromosom müxtəlifliyi 23-ə bərabər olur. Buradan biz kişilərin sayını tapa bilmək üçün təbii ki, Y-lərə baxacağıq. 5 dənə Y var. Götürdük 5-in yanına bu 5 dənə Y-imiz var. Təbii ki, X, Y-dir də 5 dənə də X əlavə elədik. Yəni kişilərin sayını 5 olaraq hesablaya bilirik. X-lər də içərisindən çıxmaq lazımdır. Çünki kişilərdə X və Y olur. Hamısı 21 dənə X var idi. Biz ondan 5'in çıxdıq, qaldı 16 dənə X. Qadında da 2 dənə X olduğu üçün ikisinin arasında bölürük, eləyir 8. 5 kişi, 8 qadın var. Ardıcıllığa baxaq, birinci kişiləri soruşurdu. Ona görə də 5'in 8'i olan nisbətini götürürük, yəni Y variantı. İkinci sualda deyilir ki, yaşıl quş mamırının suyu utduqdan sonraki çəkisi 2N olarsa, quru çəkisi onunla eyni olan sfagnum mamırının su utduqdan sonra minimum çəkisini hansı düsturla hesablamaq olar? Yaşıl quş mamırı su utduqdan sonra, deməli, əgər özünü götürəriksə X qədər, 4X qədər də sudur. Üzərinə gəlirik 4X-i. Bu bərabər eləyir 5X-ə. Yəni 5X bunun utduğu sudur. Amma su utduqdan sonra çəkisini 5X-i biz 2N kimi ifadə eləmişik. Buradan deyir ki, quru çəkisi onunla eyni olan. Quru çəkisi X-ə bərabər idi də. X-i buradan tapanda 2N bölünsün 5'ə bərabər olur. Sfagnum mamırı isə quru çəkisi, yəni 2N bölünsün 5 olacaq. Yaşıl quş mamırının quru çəkisi qədər. Sfagnum mamırı isə udurdu minimum 20 dəfə, maksimum isə 25 dəfə artıq su. Özü də olduğuna görə 20 su, bir də özü 21 eləyir. Yenə 25 dəfə udduğu su, bir də özü 26 eləyir. Minimum olduğuna görə 21 ilə götürməliyik. Bir özü, 20 də öz çəkisindən artıq udduğu su. Quru çəkisi 2N böl 5'dir. 2N böl 5'i tapdıqdan sonra 21'ə vuraraq su utduqdan sonra onun çəkisi nə qədər olacaq hesablaya bilərik. Vura bilərik 21'ə. Əgər maksimumda desəydi 26'ya vurmalıydıq. Buna da uyğun cavabımız 2N bölünsün 5 vurulsun 21 C variantı. Növbəti sualda deyir ki, uyğunluğu müəyyən edək. Gametofit və sporofit nəsillər quş mamırının yetkin fərdi. Quş mamırında yetkin fərd üzərində anteridi və arxigonilər inkişaf eləyirlər və onlarda da gametlər əmələ gəlir. Yəni buradan yazaq. Quş mamırının yetkin fərdi gametofitdir. Toxumlu bitkilərdə uzun ömürlüdür. Toxumlu bitkilərdə gametofit nəsil qısa ömürlü olur. Çox qısa bir müddət ərzində biz oradan makrogametofit, mikrogametofiti görə bilirik. Amma sporofit nəsillər, yəni qeyri-cinsi nəsillər uzun ömürlüdür. Qısa ömürlüdürsə, biz burada götürməliyik. Gametofit nəsli uzun ömürlüdürsə, sporofit nəsli uzun ömürlüydür deyə yazdıq 2'yə. Qıcı kimlərdə spordan inkişaf edir? Qıcının spordan protalı əmələ gəlir və protalın da üzərində anterid arxigonisi olur, gametlər yaranır. Yəni, bu da gametofit nəsildir. Çiçəkli bitkilərdə reduksiyaya uğramışdır. Cinsi nəsil güclü reduksiyaya uğramışdır deyirik. Cinsi nəsil də eyni zamanda gametofit adlanır. Mamırlarda zigotdan inkişaf edir. Mamırda zigotdan qutucuq əmələ gəlir və qutucuqda da sporlar inkişaf eləyirlər. Yəni qutucuq sporofit nəsildir. Bu da oldu Y. A, C, D, B və Y A variantı. Növbəti sualda insanlarda heterozigotluq müşahidə edilən qan qrupuna görə cəmi neçə genotip və fenotip olur? Heterozigotluq, demək qan qruplarımızı yaza bilərik. Birinci, ikinci, üçüncü və dördüncü qrup. Birinci qrup yalnız 0-0'dır, yəni homozigot vəziyyətdədir. İkinci qrup həm AA şəklində, həm də A0 şəklində ola bilər, yəni heterozigot var.
Üçüncü qrup BB və B0 şəklində ola bilər. Heterozigotluq var. Dördüncü qrup da AB'dir. Burada da heterozigotluq var. Ümumilikdə bizdə 4 qan qrupu gördük. Ondan yalnız birində, birinci qan qrupunda heterozigot vəziyyət yox idi. Digər 3 dənəsinə baxacağıq. Bunlarda deyir neçə dənə genotip var. Gördüyünüz üzrə 5 dənə genotip var. Homozigot, heterozigot olmaqla 5 dənə genotip var. Fenotipi isə 3 dənədir. İkinci qrup, üçüncü qrup və dördüncü qrup olmaqla. 5 genotip, 3 fenotip C variantı. Növbəti sualda sinir düyünləri mürəkkəb refleks qövsünün hansı mərhələləri arasında yerləşir? Sinir düyünləri hissi neyronların cisimlərindən əmələ gəlir. Hissi neyronlar da reseptor sahə ilə mərkəz arasında yerləşir. Reseptor sahə birinci hissədir, hissi neyron ikinci hissədir, mərkəzdə 3-dür. Düyünlər də 2-də, yəni sinirdə, hissi neyron olduğu yerdədir. 1 və 3 arasında yerləşir. Bu da olacaq A variantı. Verilən xəstəliyin səbəbi deyil, damarın içərisinin kirəcləşdiyini görürük. Bu ateroskleroz xəstəliyidir. Xolesterinin miqdarının artması ilə əlaqəli ola bilər. Və buna səbəb də məsələn zərərli vərdişlər olar, fiziki aktivliyin olmaması ola bilər, stres, yorğunluq, keyfiyyətsiz qidalanma ola bilər, genetik meyillilik ola bilər. Amma keyfiyyətli yuxu yatmaq təbii ki, xəstəliyə səbəb olmayacaq Y variantı. Növbəti sualda 3 başlanğıc bakteriya 20 dəqiqədən bir fasiləsiz bölünür. 2 saatdan sonra əmələ gələn fərdlər və bölünməyə məruz qalan bakteriya sayının cəmini hesablayın. Deməli, 3 dənə başlanğıc bakteriya düsturumuzu yazırıq. Sonda yaranan bakteriya sayı bərabərdir. Başlanğıc bakteriya ki, bunu N0 ifadə edirik, vurulsun 2 üstü nəsil sayı. Başlanğıc bakteriyanı verib bizə 3. Vurulsun. 20 dəqiqədən bir bölünür deyir. İçini yazdıq. 2 üstü 2 saatda 6 dənə 20 dəqiqə var. Yəni 2 üstü 6 nəsil əmələ gəlir. Burada NT eləyəcək 3 vurulsun 64. 3 dəfə də 64 neçə eləyir? 180, 192. 192 dənə sonda yaranan bakteriyadır. Bölünməyə məruz qalan bakteriya isə başlanğıc çıxılaraq tapılır. Sonda yaranan 192-dən başlanğıc bakteriyamızda çıxaraq 189 dənə bölünməyə məruz qalan hesabladıq və sonda bu ikisinin cəmini toplamalıyıq. 192 üstə gəlsin, 189 eləyəcək. 1 yadda, 9 ilə 8, 17, bir də var idi 18, yenə 1 yadda, 1 ilə 1, 2, bir də yadda idi 3, 381 Y variantı. Zigotda 24 atosom xromosom olduğunu bilərək nömrələnmiş hüceyrənin xromosom dəstinin düzgün verildiyi cavabı müəyyən edin. Zigotun xromosom dəsti 2N diploiddir və bu N-in əmsalı cinsi xromosomdur. Deyir ki, 24 dənə atosom var. O zaman 2 dənə də cinsi xromosomu var. Yəni ümumilikdə zigotun varıdır 26 dənə xromosomu. İndi bizə elə bir qamet lazımdır ki, mayalanma zamanı 26 dəsti versin. Düzgün verildiyi cavabı hesablamalıyıq. Deməli, birinci sırayla gedir. A variantında deyir ki, 3-cü yumurta hücrəsi 11 üstəgəl x, yəni 12 eləyəcək bu. 12 olmaz. 26 alınması üçün yarısı qədər. Qamet 13 olmalıdır. Bunu da bizə 12 üstəgəl x ya da erkək fərddirsə 12 üstəgəl y bu şəkildə verə bilər. Qametlərimiz yəni bu cür ola bilərlər. O cavabı da artıq mən gördüm. D variantında deyir 4-cü, yəni spermatozoid 12 üstəgəl y ola bilər. Digər variantlarda heç birində qametdə 23, 13 olan variant ya da deməli yetkin fərddə onu tamamlayacaq başlanğıc hüceyrələrdə 26 olan variant yox idi. Tək düzgün cavab burada D variantıdır. Növbəti sual. Çəkisi 60 kiloqram olan insanın kütləsinin təxminən 15%-i skeletin payına düşür. Sümük toxumasının 3-dəki hissəsini hüceyrəarası maddə təşkil edərsə, sümük hüceyrələr neçə kiloqram olacaqlar? Deməli, 60 kiloqram insanın bədən kütləsini götürürük 100%. Bunun deyir 15%-i skeletdir. Öncə buradan 15%-i tapırıq. Deməli, 60-ı 15'e vurub 100'e bölmək lazımdır. Bircə dəqiqə bunu hesablayım. Vurduq 15'e böldük. 100'e elədi 9 kiloqram. Deməli, bunun 9 kiloqram
ümumilikdə sümük toxuması var. Sümük toxumasında 3/2-si hüceyrə arası maddədir. Sümük hüceyrələrinə də 3/1 qalır. 9-u vururuq 3/1-ə ki, görək hüceyrələr nə qədərdir. O da eləyəcək 3 kiloqram. 3 kiloqram cavabı da C variantında. Növbəti sualda deyilir ki, normal şəraitdə tənəffüs zamanı insan 240 tənəffüs hərəkəti etmişdir. Bu zaman nisbi sakitlik halında ürək mədəciklərinin boşalmasına nə qədər vaxt sərf olunar? Tənəffüs hərəkəti sakitlik şəraitində, normal şəraitdə 1 dəqiqədə 16 dənə olur. Biz burada vaxtı tapmalıyıq. Yenə tənasüb qura bilərik, ya da elə birbaşa 240 tənəffüs hərəkətini 16-ya bölərək zamanı tapa bilərik ki, nə qədər eləyir. Yenə bölək, 240 bölünsün 16 eləyəcək 15 dəqiqə. Yəni, hal-hazırda 15 dəqiqə keçib. Sonra deyir ki, bu zaman nisbi sakitlik halında yenə ürək mədəciklərinin boşalmasına. Ürəyin sistolasını götürürük, ümumi işləmə müddətini 0.8. Mədəciklərin boşalması diastolası eləyir 0.5. Bəs 15 dəqiqədə nə qədər? X. Cavablar ilə dəqiqə olduğu üçün çevirməyə ehtiyac yoxdur. Yəni, biri saniyədir, biri dəqiqədir. Dəqiqəni də saniyəyə gətirə ehtiyac yoxdur. Bura yuxarı saniyə iləndir. Bu saniyədir, bu da saniyədir. Bu dəqiqədirsə, burada X-in də cavabı dəqiqə alınacaq. Ona görə çevirmək lazım deyil. 15-i vururuq 0.5-ə. Sonra onu bölürük 0.8-ə. 9-dan 375 eləyir. 375. Bu da bizdə B variantındadır. Digər sualda deyir ki, X və Y-in cəmini tapın. Verilib qadının baş beynin müəyyən hissəsində yerləşən akson sayı. Aksonların sayı həm də bizə neyronların sayını verir. Çünki bir neyronun bir dənə uzun çıxıntısı aksonu olur. Bu sayədəki peyk hüceyrələri. Əgər neyronun sayını biliriksə, peyk hüceyrələrini də rahatlıqla hesablaya bilərik. Peyk hüceyrəsi neyronlardan 10 dəfə artıqdır. Yəni, X-in qiymətini tapdıq ki, 3000. Toxumanın bu hissəsindəki X cinsiyyət xromosomlarının miqdarı. Qadın olduğuna görə, qadının 2 dənə X cinsiyyət xromosomu var somatik hüceyrələrində və deməli, həm peyk hüceyrələri, həm də neyronlar somatik olduğuna görə hərəsinin 2 dənə cinsiyyət xromosomu olacaq. 3000 dənə peyk hüceyrəsi tapdıq. O zaman üstünə gəlirik neyronlarımızı da, çünki toxuma hissəsində deyib də, eləyir 3300 qədər ümumi hüceyrə. Və onlarında hərəsinin 2 dənə X-i var. Vururuq 2-yə. Eləyir 6600. Sonra da bizdən istəmişdik ki, X və Y-i cəmləyin. Bu tapdığımız Y-dir. X-i də burada tapmışdıq. Gətirib cəmləməliyik. Yanlışlıqla səhifədən çıxdım, silindi buralar. Deməli, X-i biz tapmışdıq 3000, tərsdən yazaq. Y-i də 6600 hesabladıq və bunları cəmləməyimiz lazımdır. Eləyəcək 9600. O da bizdə D variantındadır. Növbəti sualda toyuğun qametindəki autosom xromosom sayının N olduğunu nəzərə alsaq, eyni növdən olan sağlam xoruzun pipi hüceyrəsindəki xromosom müxtəlifliyi nə qədər olar deyir. Deməli, biz bilirik ki, quşlarda, sürünənlərdə dişi heterogamet, erkək fərd homogametdir. Bunu bir yadımıza salaq öncəliklə. Qametdə autosom xromosom sayı N-dirsə, o zaman bunun üzərinə biz bir dənə də cinsiyyət xromosomunu gələrək qametin xromosom dəstəsini M üstəgəl 1 tapa bilərik. Eyni növdən olan xoruzun pipi hüceyrəsində xromosom müxtəlifliyi isə elə qametin xromosom dəstəsinə bərabər olur. Ümumiyyətlə, elə insan üzərində misal göstərsək, məsəl üçün, qadında da yumurta hüceyrədə xromosom müxtəlifliyi 23-dür, kişidə də spermatozoiddə 23-dür. Amma somatik hüceyrəyə gəldikdə, Y kimdədirsə, ki, bizdə, kişilərdə, erkək fərddə, o zaman onun bir dənə üzərinə əlavə müxtəliflik gəlir. Amma qadında somatik və cinsiyyət xromosomlarında xromosom müxtəlifliyi dəyişmir. Çünki homogametdir. Burada da xoruzlar homogamet olduqlarına görə qametin xromosom dəsti ilə onların somatik hüceyrələrinin xromosom dəsti bir-birinə fərqlənməyəcək. Əgər qametin xromosomu N üstəgəl 1-dirsə, o zaman pipi hüceyrəsi, yəni somatik hüceyrənin də xromosom müxtəlifliyi N üstəgəl 1 olaraq qalır. Yəni cavabımız eləyir burada B variantı.
13-cü sual. Ürəkdən aortaya qovulan qan X, aşağı boş venadan ürəyə gələn Y, yuxarı boş venadan gələn Z verilənlərdən hansı doğrudur? Aortanın ürəyə vurduğu qan vena damarlarının qaytardığına bərabər olmalıdır. Yəni, əgər hər hansı bir zədələnmə falan yoxdursa, nə qədər qan ötürülübsə, həmin qədər də geri qayıtmalıdır. X, Y və Z-in cəminə bərabər olmalıdır. Bu da B variantı eləyəcək. İnsanın hansı somatik hüceyrəsində xromosom sayı 46-dan çox olur? Say olaraq deyirsə, o zaman biz çox nüvəli olan hüceyrələri götürməliyik ki, endozolaqlı əzələ, qaraciyər və qırmızı sümük iliyi, ümumiyyətlə sümük iliyini göstərə bilərik. Bu da 1, 3, 4 C variantı elədim. Növbəti sualda uyğunlaşdırın deyir. Deməli, düz olanlar, yəni Z ilə göstərilənlər idadaptasiyadır. Sonra həmin o sabit gedərkən ani yüksəlmə, X-lə üzü yuxarı qalxma aramorfozu olacaq ki, burada böyük sistematik kateqoriyalar yaranır, belə mövcud olmayan yeni bir şeylər meydana çıxır. Və yenə üzü aşağı gedən, mövcud olan orqanın əhəmiyyətini itirməsi, sıradan çıxması isə degenerasiya olacaq. X aramorfozdur, X1, Y ümumi degenerasiyadır, Y3, Z də idadaptasiyadır, 2 elədi cavab C variantı. Növbəti sualda insanın böyrək arteriyasında olan sidik cövhəri sidik toplayıcı borucuğa gələnə qədər hansı rəqəmlə qeyd olunmuş hissədən keçməz? Deməli, böyrək arteriyasından sidik toplayıcı boruya gələnə qədər birdən, yəni qədərbənzər kapsuldan keçəcək, sonra 2-dən birinci dərəcəli qıvrım borulardan keçir, 5-dən Henle ilgəyindən keçir, 3-dən keçir, yəni bu da ikinci qıvrım borudur. Amma 4 vena damarıdır. Vena damarından keçmir. Yəni vena damarının sidik toplayıcı boruya axacağı yoxdur. Oradan keçərək sidik toplayıcı boruya getmir deyə 4-dən vena damarından keçməz. Geoxronoloji cədvələ əsasən digərlərinə nisbətən daha gec baş vermişdir. Bağı qəlsəmə tənəffüsü, hüceyrə strukturu, ağciyər tənəffüsü, canlıların sudan quruya çıxması, əsl sümüklü balıqların meydana gəlməsi. Əsl sümüklü balıqlar mezozoyda, triasda yaranırlar. Yəni, ən son olan budur. Qəlsəmə tənəffüsü proterozoyda var idi, hüceyrə strukturu, deməli, yenə arxeida bakteriyalar meydana gəlir, orada var. Ağciyər tənəffüsünün yaranması paleozoy dövründə, canlıların sudan quruya çıxması paleozoy dövründə, əsl sümüklü balıqlar isə mezozoyda oldu Y variantı. Şəkildəki orqanoidin xüsusiyyətləri hansıdır? Bizə xloroplast verilib. Kristlər mitoxondrida olur. Qeyri-üzvü maddədən üzvü maddə sintez edə bilir. Bəli, zülal sintez olunur. Özünün DNT-si, RNT-si, ribosomu olduğu üçün zülal sintez edir. 3 aləmin nümayəndələrində rast gəlinir. Plastidləri biz bitkilərdə görə bilirik. Membranlarında cəmi 2 lipid cərgəsi var. 2 membranlı olduğuna görə 4 lipid cərgəsidir. 2-yə bölünməklə çoxalır. Bəzi öz DNT-si olduğuna görə həm plastidlər, həm mitoxondri 2-yə bölünüb çoxala bilirlər. 2 dedik, 3 və 6 A variantı olmalıdır. Payızda adi şam ağacında rast gələn erkək qozaların növ müxtəlifliyinin dişi qozaların növ müxtəlifliyə olan nisbəti neçə olar? Erkək qozalar yaz fəslində, yəni tozlanma dövründə görünürlər, daha sonra tökülürlər. Payızda yalnız yaşıl və qonur qozaları görmək mümkündür. Ona görə də erkək qoza 0-dır, yoxdur, dişi qozadan da ikisi qalır. Volvos koloniyası 1000 hüceyrədən ibarətdir. 60% də məhv olub deyir. Sağlam qalan hüceyrələrdə neçə qamçı olacaq? 60%, yəni 600-ü məhv olub. O zaman 1000-dən bu məhv olanları çıxdıq. Qaldı 400. Həmin 400-ün də 2 dənə qamçısı var. 800, yəni rahat bir sualdır D variantı. Digər sualda uyğunlaşmadır. Epidermisin üst qatın hüceyrələri ölüdür. Doğrudur bu. Epidermis epiteli toxumasından təşkil olunub. Düzdür bu da. Dərinin qanla təchizi epidermis qatında yerləşən qan damarları vasitəsilə. Epidermisdə yox, dermadadır qan damarları. Bu yanlışdır. 3-dən xətt çəkmirik. 3-ün boş saxlandığı variant da B variantıdır. Yenə davam eləyək.
Dəri reseptorları derma qatında yerləşir. Bəli, reseptorlar, qan damarları, sinirlər hamısı dermadadır. Dəri yalnız hiss etmə və toxunma orqanıdır. Dəri həm də örtüydür, bədənin xarici örtüyünü təşkil edən bir sistemimizdir. Bu da yanlışdır, düzgün oldu B variantı. Daltonizm xəstəsi olan fərdlər rənglənmiş xanalarla göstərilib. Hansı rəqəmlə verilən şəxsin fenotipi düzgün verilməmişdir? Baxırıq ki, deməli, valideynlər sağlamdırlar, amma onların daltonik bir qızları var, xəstə qızları var. Qızın da xəstə olmasına səbəb atanın bu xəstəliyi mütləq şəkildə daşımış olmasıdır. Yəni, atada əgər xəstəlik olmasa, qız maksimum daşıyıcı ola bilərdi. Amma xəstə qız varsa, ata daltonik xəstəsidir deməkdir. Ata da burada bir rəqəmi ilə göstərib. Deməli, onun da xanası rəngli olmalıydı. O sağlam ola bilməzdi. Və valideynlərin genotiplərini hətta biz təyin edə bilərik. Ata X kiçikdir, Y-dir. Ana da sağlam ola bilər. Ana da X böyükdir. X kiçikdir bu şəkildə. Yəni, daşıyıcı ana və xəstə atadan yenə xəstə qız övlad dünyaya gələ bilər. Birinci şəxsin fenotipi düzgün verilməyib. Növbəti sualda deyir ki, sxemə əsasən bütün doğru kəsişmələri müəyyən edək. İnkişafı tam çevrilmə ilə gedir. Bal arısı, bəli, tam çevrilmədir. Pup mərhələsi var. Çərkədə natamamdır. Və may böcəyində yenə tam çevrilmədir. Yəni 1 ilə 4 olmalıdır. Burada variantların niyə 2 dənəsində çərkə gedib ora düzəldilməli idi. Yenə də düzgün cavabımız var. 1 ilə 4-dür. Növbəti sualda deyir ki, bakteriya verilib. Göstərilən X ilə bağlı hansı doğrudur? X onun halqa şəkilli DNT-sidir, yəni plazmitdir. Düzdür. Özünü törətmə qabiliyyətinə malikdir. Bəli. Konjugasiya zamanı bir bakteriyadan digərinə keçə bilir. Bu da düzüydür. Fərqli canlılar arasında gen transferində daşıyıcı kimi istifadə olunur. Bu da düzgün idi. Verilən fikirlərin hamısı düzgündür. Yəni, burada olacaq Y variantı. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edək. Sarı Befler və Kitayka bu seleksiyada Miçurin işlərlə tanış olanda öyrənmişdik. Deyir ki, Miçurin tərəfindən seleksiyada ana bitki kimi istifadə olunmuşdur. Ana bitki deməli burada sarı Befler idi, Kitayka da erkək idi. Befler Kitaykanın alınmasında istifadə olundu hər ikisi. Deməli yazaq bura. Birinci, ikinci, üçüncü yadımızdan çıxmasın deyə. Birinciyə dedik ki, ana bitki kimi istifadə olunub sarı Befler. Sonra hər ikisi Befler Kitaykanın alınmasında istifadə olunub, bu ortaq. Mentor üsulunda istifadə edilmişdir. Yenə hər ikisi, arada 3 oxumadım. Cənub sortudur. Cənub sortu sarı Befler idi. Sərt iqlimdə yaşaya bilirdi. Turşuydu, bu Kitaykadır. Miçurin tərəfindən ata bitki kimi istifadə edib. Bu da Kitaykadır. 1, 3, 2, 4, 5, 6 olan Y variantıdır. Eritrositləri 48 dəfə təzələnmiş insan ürəyindəki aypara qapaqcıqlar neçə il açıq qalmışdır? Eritrositlər 1 ildə 3 dəfə 120 gündən bir, yəni 4 aydan bir yenilənirlər. Biz də 48-i 3 dəfəyə bölərək insanın yaşını tapa bilərik. Eləyəcək 16. Deməli 16 yaşı var. İndi bizə də aypara qapaqcıqların açıq qalma vaxtı lazımdır. Ürək siklini götürürük 0,8 saniyə. Aypara qapaqlar nə zaman açıq olur? Mədəciklər işləyəndə, yəni mədəciklərin sistolası zamanı 0,3. 16-da da X. X bərabərdir. 16-nı 0,3-ə vururuq. Onu da bölürük 0,8-ə, eləyir 6. 6 cavabı A variantında. Növbəti sualda deyilir ki, verilmiş şəkil təkamülün hansı dəlilinə aid edilə bilər? Yarasadır, öncə quşdur, yarasadır və bir də qədim uça bilən sürünənlər pterozavrlardır. Bunlar uçma ilə əlaqəli olaraq bir-birlərinə bənzəyirlər, qanadları inkişaf eləyib. Yəni konvergensiyadır. Konvergensiyadan müqayisəli anatomiya dəlillərinə aid idi Y variantı.
Xaçlı hörümçəyin pedipalplarının sayının tozlayıcının sayına olan nisbəti. 2 dənə pedipalp, 3 cüt, yəni 6 dənə də tozlayıcı var. İxtisar gedir, 1-in 3-ə qalır Y variantı. Verilmiş qida zəncirində produsentin tərkibində nə qədərdir bu? 1 milyon nə qədərsə də 100 min deyil, 1 milyondur. Kilojol enerji olduğunu bilərək 3-cü dərəcəli konsumentin bədəninə keçən minimum enerjini hesablayın. Deməli, əgər produsentin tərkibində olan enerjini növbəti halqalara keçirtmək istəyiriksə, biz burada bölmə eləməliyik minimumla hesablayanda 20-yə, yəni 5% keçir və %5-də 20-yə bölməklə gedir. 3-cü dərəcəli konsumenti tapaq. Tırtıl 1-cidir, sonra böcə 2-cidir, sıçovul da 3-cü dərəcəli konsumentdir. Öncə 20-yə bölürük. Sıfırlar o qədər çoxdur ki, 6 dənə sıfırı var. Bölürük 20-yə. Bunu 20-yə böləndə eləyəcək 50 min. Bu oldu tırtıldakı. Sonra onu təzədən 20-yə bölürük. Bunu da böldük 20-yə, elədi 2500. Bu da oldu böcəyin tərkibindəki enerji. Onu da təzədən 20-yə bölürük. Bunu da təzədən bölürük 20-yə. Alınır 125. 125 də oldu sıçovulun tərkibindəki enerji. Cavabda 125 yoxdur. Niyə? 125 aldım. Əgər səhv bölməmişəmsə 125 olmalıdır. Yəqin ki, cavabımız elə Y variantıdır. Burada yüngül bir yazım xətası olub. Yəni Y variantı götürə bilərik. Spermisində 14 xromosom olan bitkinin yumurta hüceyrəsində 7 xromosomu olan bitki ilə mayalanmasından alınan və dölsüzlük Karpachenko metodu ilə aradan qaldırılan növrası hibridin gövdəsinin 2 hüceyrəsində neçə xromosom olacaq? Deməli, spermisi yumurta hüceyrəsi, yəni verilənlərin hər ikisi qametdir. Ona görə də biz bu qametləri toplayırıq, alırıq 21. Bu, Karpachenkoya məruz qalıb. Yəni 2 dəfə artırılıb, olub 42. 42 bir dənəsidir. Amma bizdən 2 dənə hüceyrəsindən istəyir. 2 dənə hüceyrəsi istədiyinə görə təzədən 2-yə vururuq. Eləyəcək 84. Yəni B variantı. Növbəti sualda deyilir ki, hansı bənddə fotosintezin sürətinin temperaturdan asılılıq qrafiki verilmişdir? Temperaturun 25-30-35 dərəcə aralığına qədər müsbət təsir göstərir. Artdıqca fotosintez artır. Amma keçdikdən sonra azalmağa başlayır. Bu da C qrafikidir. İnsanda Patal sindromu hansı üsulla öyrənilir? Patal sindromunda xromosom artıqlığı var və xromosomun artıq və yaxud da əksik olmasını öyrənən üsulumuz sitogenetik üsuldur. Burada da Patal sindromunda 13-cü cüt autosom xromosomun bir vahid artıq olması müşahidə edilir. 20 yaşlı qızın sol yumurtalığında minimum neçə folikul yetişmişdir? Demək, minimum dediyinə görə ay başına daha gec başladığını götürəcəyik. 10 ya da 12 yaşdan başlayır. Gec olan 12 olduğuna görə 12-ni hesablayırıq. 20 yaşından 12 yaşını çıxırıq. Tapırıq ki, bu qız 8 ildir aybaşı sikli keçirdir. Bir yumurtalıq dediyinə görə onu da yarısını 4 ili götürə bilərik, vurulsun. 30 gündən olanda 1 ildə 12 dənə aybaşı prosesi düşəcək. 4-ü 12-yə vuranda eləyəcək 48. Yəni, Y variantı. Pi toxuması hüceyrəsinin neçə faizini su təşkil edir? Pi toxuması eyni zamanda sümük toxumasının 20% sudur. Nöqtələrin yerinə hansı yazılmalıdır? Dişilərində XX, erkəklərində isə XO xromosomu var. Bu taxta bitkilərdə, düz qanadlarda, çərkələrdə bu şəkildə idi. Güvələrdə isə əksinə, erkəklərdə XX, dişilərdə X0 şəklində idi. Bizə də erkək X0 olan, yəni taxta biti lazımdır. Qanın formal elementləri üçün uyğun olmayanı seçməliyik. Eritrosit, leykosit, trombosit verilib. Mikroorqanizmləri məhv edən leykositdir. Qırmızı sümüklüyündə əmələ gəlir hər üçü. Nüvəyə sahibdir. Yalnız leykosit nüvəyə sahibdir. Yəni C variantı yanlış göstərilib. Qarışqa ailəsində 1400 fərd var. Dişi arıların erkək olan nisbəti də 3-ün 2-yə kimidir.
Yəni biz 3, 2, 5 eləyir. 1400-ü bölürük 5 yerə. 1400-ü böldük 5-ə. Buradan aldıq 280. Sonra 3-ün 2-yə nisbəti daxı. Bir dəfə vururuq 3-ə, tapırıq 840 dənə dişi arı. Bir dəfə də vururuq 2-yə, 560 da erkək fərdi tapdıq. Yəni nisbətlərini aldıq. 3-ün 2-yə nisbəti. Bu qarışqa cəmiyyətində qanadlara malik olmayan fərdlərin sayını hesablayın. Deməli, işçi qarışqaların qanadları yoxdur. Hamısı 840 dənə demək dişi var. Onlardan biri kraliça ana olarsa, yerdə qalan 839-u qanadsız işçi qarışqalar olacaqlar. D variantı. Müasir adda rudiment barmaqların sayı inkişaf etmiş barmaqların sayından nə qədər çoxdur? Rudiment barmaqlar hər ətrafda 2 dənə. Ümumi 4 ətrafı var. 2 barmaqdan eləyir 8. İnkişaf etmiş barmaqlar isə hər ətrafda 1 dənə, 4 ətrafı var 4 dənə. Deməli 4 vahid çoxdur ya da 2 dəfə çoxdur. Burada da vahidlə olduğuna görə B variantı. Deməli verilib bizə çarpazlaşma. Bu genotipli fərdin çarpazlaşmasından böyük B, böyük C və kiçik D fenotipin üzə çıxma ehtimalı neçədir? Fenotip olaraq A-lara baxırıq. A-ların hər ikisi demək heterozigotdur. Böyük kiçik adı. Buradan böyük A-nın çıxma ehtimalı böyük A da ola bilər. 2 dənə böyük A, kiçik A da ola bilər. Kiçik A da ola bilər. Böyük A-ların olma ehtimalı 4-dən 3-üdür. Sonra B-lərdə böyük B kiçik B də çıxa bilər. Kiçik B də çıxa bilər. Bir yazaq, sonra hesablayarıq. C-lər yenə bizə böyük C verə bilər. Böyük C, kiçik C verə bilər. D-lərdən də A-da olduğu kimi böyük D də olar. 2 dənə böyük D, kiçik D və kiçik D. İndi A-ları götürürük. A 4-də 3 idi. Vurulsun. B-dən böyük B-nin çıxma ehtimalı 2-də 1-dir. Vurulsun. C-dən böyük C hər ikisində olduğuna görə 100% çıxacaq, yəni 1. Vurulsun. D-dən də kiçik D-nin çıxma ehtimalı 4-də 1-dir. 4-ü 2-yə vurduq. 8, 8-i 4-ə vurduq. 32. Surətdə də 3. 32-də 3 Y variantı. Növbəti aşağıda verilən hansı hüceyrədə meyoz bölünmədən sonra mitoz bölünmə baş verə bilər? Meyozdan sonra mitoz gəlsin. Çiçəyin yarpaq hüceyrəsində mitoz davam eləyir. Yəni ancaq mitoz bölünmə gedir. Erkək qıcının sporangi hüceyrəsində sporangi hüceyrəsi öncə meyoz bölünmə keçirdib, sonra mitoz bölünmə keçirdə bilərmi? Bəli, burada baş verə bilər. Çünki sporangilər qametlər, sporlar burada yaranırlar meyoz bölünmədən. Sonra onların sayının artması, çoxalması isə mitoz bölünmə ilə gedir. Yəni sonrakı proseslər mitozla gedir. Amma bitkinin özü diploiddir qıcıda. Onun sporları haploiddilər. Bunun əmələ gəlməsi meyoz bölünmədən gedir. Elə olacaq burada B variantı. Verilən canlılar arasında münasibət formasını müəyyən edək. Deməli, quşlar timsahların diş aralıqlarında qalan qida artıqları ilə qidalanırlar. Həm onlar doyurlar, həm də timsahlar onların narahat edən dişlər arasında narahatçılığa səbəb olan qida artıqlarından qurtulmuş olurlar. Hər iki tərəf buradan faydalı nəticə əldə edir. Yəni bu mutualizmdir. Hüceyrəarası maddəsi çox olan toxuma qrupunun əmələ gətirdiyi xoşxassəli şiş. Hüceyrəarası maddəsi çoxdursa bu birləşdirici toxumadır. Hüceyrəarası maddəsi azdırsa epiteli toxumasıdır. Birləşdirici toxumanın xoşxassəli şişi lipoma olacaq. Cavabımız D variantı. Düzgün cavabı müəyyən edək. Orqanizmin zahirən görünən əlamətlərinin cəmi fenotip adlanır olmalıydı. Bu yanlışdır. Orqanizmin yeni əlamət qazanma xüsusiyyəti dəyişkənlik adlanır. Bəli. Bu düzgün fikirdir. Aşağıdakılardan hansı biotexnoloji üsulla əldə olunan maddə deyil? Biotexnologiya ilə əldə olunmur. İnterferondur, somatotropdur. Bunları əldə edirlər, insulini əldə edirlər. Amma ağ qan hüceyrələri, yəni leykosit hüceyrələri, bunlar biotexnologiyada yaradılan hüceyrələr deyirlər. Yəni maddələri yaratmaq olur. Bu pıxtılaşma faktoru, yəni qanın o pıxtılaşması deyirik də,
qatılaşması, bunları təmin eləmək mümkündür fermentlərlə, zülallarla, hormonlarla. Amma hüceyrə yaratmaq olmur. Ona görə də cavabımız ağ qan hüceyrəsi olacaq. Meyoz bölünməyə başlayan hüceyrənin sayını n, onlarda olan diploid xromosom sayını isə x qəbul etsək, meyoz 1-dən əmələ gələn hüceyrələrdə neçə xromosom olacaq? Deməli, hüceyrə meyoza başladıqdan sonra xromosom dəsti birinci meyozda yarı-yarıya düşür. Yəni, diploid xromosom x-dirsə, bölünmədən sonra olacaq x bölünsün 2. Amma hüceyrənin sayı 2 dəfə artacaq. Yəni, olacaq 2n. Vurulacaq, 2-lər bir-birini aparır, qalır nx. Yəni, D variantı. Əgər DNT molekulunda 200 timin 400 sitozin nükleotidi varsa, molekul dediyinə görə o zaman 200 dənə də adenin və 400 dənə də guanin var deyə bilərik. Hidrogen rabitələrin sayının dezoksiribozanın sayına nisbəti. Hidrogen rabitəsi 2 aden 3 guaninlə ya da nükleotid üstəgəl guaninlə hesablana bilər. Ən yaxşısı nükleotid tapmaqdır, çünki nükleotid tapsaq dezoksiribozanı birbaşa tapırıq. 200 timin 200 adenin 400 bunlar. 400 guanin 400 sitozin də 800. Yəni 1200 nükleotid var. Bu həm də 1200 dezoksiriboza var deməkdir. Hidrogen rabitəsi üçün əlavə üstünə guanin gəlmək lazımdır. Bunun üzərinə 400 guanin də gəlirik. 1600 də hidrogen rabitəsi eləyəcək. 1600-ün 1200-ə nisbəti eləyir. 1600-1200-ə bunu təzədən yazaq. Öncə hidrogen rabitəsini soruşurdu deyə 1600 hidrogen rabitəsi və 1200 dezoksiriboza. Hər ikisini biz 400-ə ixtisar apara bilərik. 4-ün 3-ə nisbəti qalar. D variantı. Qrafika əsasən redusentləri müəyyən edək. Redusentlər adətən bakteriyalar ya da göbələklər ola bilərlər. Onlar da sonuncu halqanı təşkil edir və ən az göstərilir, yəni üçüncüyə uyğun gələcək. Tütün mozaikası virusu tərkibinə görə hüceyrənin hansı strukturuna oxşayır? RNT tərkibli virus olduğuna görə və bir də zülalı ötüyü kapsidisi var. Yəni RNT-si və zülalı var tərkibində. RNT və zülaldan təşkil olunan bir də bizim ribosomumuz var. Olacaq A variantı. 24 yaşlı Aydanın ürəyinin qulaqcıq əzəlilərinin işinə sərf olunan müddət mədəci əzəlisinin işinə sərf olunan müddətdən neçə il azdır? Qulaqcığın işləmə müddəti 0,1, mədəciyin işləməsi 0,3. Normalda bu 0,2-yə bərabərdir. Deyirik ki, ürək tsikli 0,8 olduqda fərq 0,2-dir. Bəs 24 ildə nə qədərdir? Buradan tənasüb qrup x-i tapa bilərik. 24-ü vuracaq 0,2-yə. Vurulsun 0,2. Onu da bölürük 0,8-ə. Düz elədiksə 24 vurulsun 0,2 bölünsün 0,8. Nə qədər? 6 il elədi. Bu da oldu. D variantı var cavab. Sxemə əsasən ananın qan qrupunun homozigot 3 olma ehtimalı neçə faizdir? Deməli, uşaqlara baxırıq ki, bütün qan qrupları bunlarda mövcuddur. 4 var, 2 var, 1 var, 3 var. O zaman valideynlər ikinci və üçüncü heterozigotlar. Yəni, valideynlərdən biri A0, digəri də B0-dır ki, belə uşaqlar dünyaya gələ biliblər. İndi bizdən deyir ki, ananın homozigot olma ehtimalı, yəni BB olma ehtimalı 0. Ana BB ola bilməz. Ya B0-dır, ya da A0-dır. 50-50 nisbət var bunlar arasında. Amma böyük B ola bilməz, böyüyə ola bilməz valideynlər. Yoxsa necə birinci qrup uşaq dünyaya gələ bilər bunlardan? Ya da necə, məsəl üçün, B0, A0 əmələ gələ bilməz. Yalnız hər ikisi heterozigot, ikinci və üçüncü qrup olduqlarında hər 4 qan qrupu yarana bilir. Burada da biz götürürük. D variantı, yəni 0%. Artıq kurikulum suallarına keçdik. Ümid edirəm ki, hər hansı bir yanlışa, səhvə yol vermədim. İzlədiyiniz, dinlədiyiniz üçün təşəkkür edirəm. Xətamız da oldusa, üzürlü sayın. Bayram ərəfəsinə düşdü bu test izahımız. Hər birinizin də bayramını təbrik edirəm. Çox sağ olun.